Salamlar və sayğılar sunulur. Əziz və hörmətli vətəndaşlar və soydaşlarımız dünyanın hər bir yerindəki mənim səsimi dinləyirlər. İlk hər nədən öncə minnətdarlığımı bildirirəm Güney Azərbaycan səsinin dəyərli və hörmətli və əziz əməkdaşlarından başda Araz bəy olaraq bu fürsəti təkrar bizə verdikləri üçün ki, millətimizlə birgə bərabər olaq yenicən və nacizanə fikirlərimizi millətimizə sunaq. Hörmətli Araz bəy buyurduqları kimi 2 həftə qulluğunuzda oldum. 2 dənə fərqli qonu ilə və inşallah bu gün də 3-cü qonu ilə davam edib və sona çatdıracağıq. Araz bəy buyurduqları kimi başlanğıcda nasionalizm yaxud millətçiliklə başladıq. Bağışlayın. Və aya biz əslən millətçilik nə deməkdir? Aya biz millətçiyik, aya biz nasionalistik? Aya nasionalizm əslən yanlış bir düşüncədir, yoxsa doğru bir düşüncədir? Buradan bir yola çıxaraq, keçən həftə gəlib İran şəhri qonusuna yetişdik və usulgərlərin milli hərəkətə sızmaq qonusunu diqqətə alıb danışdıq. Bu həftə də elə bu istiqamətdə, bu imtidadda ayrı bir qonu ilə qulluğunuzda olacağıq. Keçən həftə danışdığımız kimi İran şəhri projesində biz diqqətə aldıq ki, düşmanımız, yəni bizlə düşmanca davranan İran rejimi və digər Orta Doğuda olan düşmanlarımız özelliklə bizə qarşı fərqli tutumlar sərgiləyirlər və onlardan birisi milli hərəkəti yolundan caydırmaqdır, yəni inhirafdır. Elə o istiqamətdə bu yöndə bu inhirafa çalışmaqların ayrı bir bölümünə toxunacaq. Yəni milli hərəkəti bir ırqçı, yəni mənfi halətdə, kötü halətdə nicatpərəst ya kötü halətdə rasist bir hərəkət kimi göstərməkləridir. Düşmanlarımız bizim hərəkətimizi bu şəkildə kötüləmək istəyirlər ki, oradan yola çıxaraq millətimizi gətirib buraya çatdırsınlar ki, hə, elə siz elə baxın, indiyə qədər olan düşüncələriniz yanlış idi, kötü idi, siz rasistsiniz, siz nicatpərəstsiniz, siz ırqçısınız, siz başqa millətləri küçümsəyirsiniz, siz başqa millətlərə təhqir edirsiniz. Bəs gəlin əl çəkin bu işlərinizdən, gəlin biz sizə bir ayrı bir yol sunuruq ki, o da İran mehvərlikdir, İranda şəhərvənd kimi davranmaqdır, İranda haqqı hüququmuzu demokrasi adı altında qabağa aparmaqdır, azəriçilikdir, biz elə hamımız elə bir köklənik, biz elə ariyayıq və. Yəni oradan yola çıxıb bizi gətirib buraya çatdırmaq. Bugün də beləliklə son olaraq bu rasizm konusu, ya nicatpərəstlik konusunu diqqətə alıb və bu suala cavab verəcək sonunda ki, aya gerçəkdən bizim hərəkətimiz, ya burada oturan 2000 nəfərdən çox olan insan, aya biz gerçəkdən ırqçıyıq, ya deyilik. Təbii olaraq başlanğıcda bu sualla başlamaq lazımdır ki, əslən rasizm nədir? Yəni rasizmin tərifinə bir baxaq. Gerçi istəməyəcəyəm, yəni izninizlə çox detaillərə keçəm. Çünki detaillərə keçmək daha çox yəni kəlmələrin kökünə getməkdən asılıdır ki, bu kəlmə hardan gəlib, reis nədir, o nədir, necə, bunların hamısının təriflərini bu yorucu ola bilər, daha çox təxəssüs ola bilər və qonumuz yəni bugün o qədər də bu kəlmələrin kökünə getmək deyil. Bəlkə oradan bir əlimizə bir mövzunun mahiyyəti gələrək yola çıxıb bəhsimdə davam etməkdir. O üçün daha çox detalları keçməyəcəm. Amma yəni başlanğıca bunu bəlkə diqqətə almaq lazım. Rasizm nədir? Tərifinə gəldiyimizdə bir çox qaynaqlar, bir çox mənbələr ola bilər. Amma yekunu və bütün qaynaqlar və mənbələrin ortaq fikri bundan ibarətdir ki, rasizmin xülasəsi bu ola bilər. Yəni siz inanasınız ki, bir iddə insan, yəni bir qrup insan fiziki olaraq bəzi özəllikləri vardır ki, bu özəlliklər onları ayrılarından bir üstünlüyə gətirir və üstünlük verir. Yəni buna inansaz ki, bu iddə insan bəzi fizikindən dolayı bəzi özəllikləri var ki, bu özəlliklər səbəb olur digər insanlardan yuxarı durub, amma bunun kənarında onlara da təbizlə yanaşalar, onların haqlarını əlindən alırlar, onlarla düşmancasına davranırlar, bu olur rasizm. Siyasi sistemə gəldiyimizdə, rasizm əgər bir sistemi siyasidə, bir ölkədə, bir hökumətdə baş verirsə, nə anlam daşıyır? O halətdə o sistemi biz belə tanıya bilərik ki, o sistem gəlir bəzi qanunlar icra eləyir, bəzi qanunlar tərif eləyir
və bəzi qanunları həyata keçirir ki, o qanunlardan asılı, o qanunlardan dolayı bir iddia insan fiziki olaraq bəzi özəlliklərinə görə digər insanlardan üstünlükləri vardır. Bu da bu tərif edir ki, sistemi siyasi yaxud rasizmin elə öz bireysel şəxslər içində olan mənası və anlamı nə mənədir? Burada bir məsələni diqqətə almalıyıq. Rasizm kəlməsi ya reysizm ya nijad. Nijad deyiləndə ümumiyyətlə belə anlaşılır ki, yəni İran hökuməti tərəfindən belə cavab verilir bizə. Vaxtı ki biz deyirik ki, İran hökuməti rasist bir hökumətdir ya rejimdir. Belə bir cavab verir ki, yox, siz tərifi yanlış kullanırsınız. Niyə? Sonra reysizmə gəldiyimizdə, ya rasizmə gələndə, ya nijadpərəstliyə gələndə, nijad ya reys ümumiyyətlə itlaq olunur, misal üçün ağdərilərə ya qaradərilərə, bu nijadlara, reyslərə gedir. Və onun üstündə siz deyə bilməzsiniz ki, biz rasistlik. Çünki burada etniklər söhbəti var. Türk etniyi, Fars etniyi və digər etniklər. Çünki etnik söhbəti, qovum söhbəti var da siz deyə bilməzsiniz biz rasistlik, hüquqi olaraq. Bir halda ki, tamamilə yanlış bir düşüncədir. Çünki elə beynəlmiləl, yəni Sazman Millərin mənşuruna dayanaraq orada konkret, açıqcasına qeyd olur ki, əgər bir etnik, yəni bir qovm o biri qovma zülm edirsə, o biri qovmu təbizə məruz qoyursa, da buna baxmamalıyıq ki, indi o hüquqi açıdan nijad sayılır, reys sayılır, ya kağız üstünə nəmə deyir, heç fərq etməz. Əgər bir etnik, bu konkret yazılıbdır Bəşəri Haqlar Sazman Millərin mənşurunda. Əgər bir etnik o biri etnikə, əgər bir qovm o biri qovma, əgər bir millət o biri bir millətə təbiz edir, onun haqlarını əlindən alır, etnik olaraq, bu tamamilə rasizmdir, bu tamamilə nijadpərəstlidir. Fərq etmir ki, gəlib indi İran misal hökuməti girsin sözlərə və hüquq bəhsinə ki, yox, burada ağdəriləri deyir, sifid pustları deyir, siyah pustları, yox, elə bir zat yox. Tamamilə bu yazılıbdır. Sazman Millələ və bizim iddiamız Sazman Millərin mənşuruna iddialı, mənşuruna dayanaraq bir iddiadır. Söz buraya gəldiyində bir dənə də məsələyə toxunmaq bəlkə burada gərəkir. O da pan məsələsidir. Yəni panizm, pan-farsizm, pan-iranizm, ya elə pan-türkizm, pan-afrikanizm, pan-ərəbizm və fərqli panlar ki, indi siyasi ədəbiyyatda, həm elə Orta Doğuda və həm elə dünyanın siyasi ədəbiyyatında vardır. Bilərəkdən İran hökuməti, yəni İranda olan, özəlliklə bəlkə də elə Orta Doğunu biz genel tutaq. Orta Doğuda pandan verilən tərif dünyanın siyasi ədəbiyyatına gəldiyimiz təriflə fərqlidir. Siyasi ədəbiyyata baxdığınızda dünyada ümumiyyətlə panizm ya pan o qədər bir yaygın bir düşüncə deyil. Yəni onun əvəzinə rasizm işlənilir. Amma İrana gəldiyimizdə görürsünüz ki, biz fərqli panlara şahidik. Ümumiyyətlə də bunların hamısı İran hökuməti yaxud İran mərkəzli düşüncə tərəfindən yayılan bir zatdır. Ümumiyyətlə başlanğıcda hamısı bizə pan-türksüz, pan-türkizmlə bizi məhkum edirdilər. Ya pan-ərəbizmlə məhkum edirlər ərəbləri. Və təbii ondan sonra ondan yola çıxaraq indi zaman sürəsində, zaman içində bizlər də təbii olaraq pan-farsizm və pan-iranizm kəlməsi işlədirik. Mən bu pan bəhsini istəmirəm ki, fəqət bunu bəlkə diqqətə almağı lazım olar. Yəni öz bildiyimiz üçün, öz bilməyimiz üçün yaxşı ola bilər ki, pan kəlməsi rasizmlə fərq edir. Pan illa da mənfi anlam daşımır. Pan ərz elədim üçün dünyada bu məfhumda ki, pan işlənilir Orta Doğuda, bunun yerinə rasizm işlənilir. Pan o qədər mənfi bir yük daşımır. Qalıb siz o panizmi necə tərif edəsiniz? Pan bəhsindən istəyirəm vəsvəsən, qulluğunuza ərz etdim. Panın özün tərifini biz daha yaxşı bilməliyik. Çünki bunu bilərəkdən İran hökuməti və İran mərkəzli düşüncə gəlib pan-türkizmi yanlışcasına tərif edir. Yəni panizmi yanlışcasına tərif edir ki, oradan yola çıxaraq bizi düşüncəmizdən uzaqlatdırsın. Pan-türkizm yanlış deyil və pan-türkist də yanlış düşüncədə deyil. Buna baxır ki, siz o paniki bağlayırsınız o türkinin dalınca, onu nə tərif eləyəsiniz? Pan-türkizmə gəldiyimizdə, əgər biz bunu belə tərif eləyək ki, türk dilli olanlar, türk soyu daşıyanlar bir çatı altında
bir məcmua içində adını Turan qoyaq ya hər nə qoyaq, orada yerləşirlərsə, bu heç bir kötülüğü yoxdur. Əgər düşmən yanlışsa aslında sizə deyirsiniz pantürksüz. Çün etiqadınız var. Yəni pantürk yəni mənası budur ki, mən türkəm, o biri millətlərdən üstünəm. Heç onları da əzəzəyən bu pantürkizmin mənası deyil. Bunu bilmək lazım. Və bir zaman əgər birində düşmanımız olsun, yəni düşmanca bizə davranan Fars mediası olsun, ya İran hökumətinə bağlı olanlar biri olsun, gəlib elə bir də atalar ki, hə sən danışdın, sən pantürksən, qəşəng onun ağzının payını orada vermək ola bilər ki, sən əvvəl atıla get dərsini oxu, panın nə olduğunu öyrən, sonra bilginən ki, pantürkizm özü özlüyündə, yaxud hər bir pan özü özlüyündə mənfi anlam daşımır, gələk onu tərif eləyəsən, beləliklə onları yerlərində oturda bilərik. Bu pan məsələsini istədim oraya toxunam. Amma buradan keçək. Gələk yetişək əsas bəhsimizə. Rasizmi dedik, tərifin. Gələk bir baxaq görək. İndi bu rasizm dedik belədir. Aya İranda rasist var ya yox? Aya İran hökuməti rasist bir hökumətdir? Yaxud İranda yaşayanlar rasistlər ya yox? Buna bir diqqət ataq. Necə ki tərifində vurğuladıq, nicatpərəstlik ya rasizm etiqadı var bir iddə insan, o bir iddə insana üstünlük var və bu üstünlük səbəb ola bilər ki, mən o digər insanların, haqların əllərindən alam. Bu rasizmin tərifidir. Aya İran hökuməti rasist bir hökumətdir? Aya İran rejimi rasist bir hökumətdir? Qətən rasistdir. Və bu söz, yəni biz siz də qusura baxmayın, bağışlasınlar burada 2000 nəfərdən çox insan oturan. Mənə gücünə danışılan bir söz deyil. Ərz elədim, Sazman Miləlin mənşurlarına dayanıraq, orada verilən konkret tərifə dayalı İran hökuməti nicatpərəst bir hökumətdir. İran hökuməti rasist bir hökumətdir. Hardan deyirik bunu? Tərifə dayalı. Əgər bir hökumət inanır ki, onun bir iddə insanın daha üstünlüyü var digər insanlara, o etnikliyindən dolayı, etnikindən gələn parametrlərdən dolayı bu rasistdir. İranda var, qətiyyən var. İranda minlər dənə misal vurmaq ola bilər. Türk adların qoyulmağı yasaqdır. Dükanlardan tutun, fabrikalara gedin, idamə yetişin və insanlar adların belə türkcə qoymaqda çətinlik çəkirlər. Bu farsça yoxdur ki, heç rəsmi qanundur. Verilibdir ki, siz türkcə adı qoymayacaqsınız, farsça ad qoyacaqsınız. Bu apaçıq, aydıncasında dünyanın harasında aparsan deyirsən, belə bir qanun var deyə, da mənə tozih vermək idaməsinin. Bu rasizmdir. Çünki sənin kimliyindən gələn türk dilini yasaqlayıb və onun öz kimliyindən gələn fars dilini səninkinə üstün tutub mucaz bilib. Bu bir nümunə. UNESCO-nun gedib siz bəyannamələrin vərəqləsəz, ana dilində eğitim, yəni təhsil B zəbanə madəri elə bir haqq və elə bir qanundur ki, o söz qonusu belə ola bilmir. Yəni o qədər bədihi bir qanundur, o qədər bədihi bir haqqdır ki, sən öz ana dilində gərək oxuyasan da, əslən bu bədihi bir zatdır. O qədər bədihi bir məsələdir ki, siz dünyanın harasına getsəz, bunu desəz, ola bilər çox insan inanmasınlar. Belə bir ölkə var ki, siz onda ana dilinizi oxuya bilmirsiniz. Qulağımızda olan Əfqanistandan tutun, ta Orta Doğuda bir çox ölkələrə tutun, ta dünyanın hər bir yerinə getsəz, çox ölkələrdə, çox ölkələrdə, hər bir etnikə bağlı olsaz da, ana dilinizdə eğitim ala bilməlisiniz. İranda bu yasaqlanıb. Yasaqdır. Türkcə gedib mədrəsələrdə oxumaq yasaqdır. Farsça azaddır, qətiyyən azaddır. Bu da ikinci bir böyük bir nümunə. İranın rasist bir rejim olduğundan. Bu sıra sıralamaqla bitməz. Minlərcə səhvdən örnək var. Musiqimizin yasaqlanmağından tutun, kültürümüzün yaygınlaşmasının qabağı alınmaqdan tutun. Bunlar özü bir tərəf və bunun kənarında Fars müziğinin, Fars kimliyinin İranda yaygın şəkildə hökumət əlinə yayılmasını da qoyun bir tərəfə. Bu ikisi yan-yana gələndə olur nicatpərəstlik. Bitdi getdi. Hüquq açısından dadgaha aparıb məhkum etmək gücünə sahib olan qədər bir keysdir bu. Yaxud gəlin yetişin suni şəkildə bilərəkdən İranın haşiyəsində, yəni millətlərin yaşadığı, qeyri-fars millətlərin yaşadığı yerlərdə kasıblıq
yaratmaq və oradakı olan insanları məcbur edib, köçə məcbur edib İranın mərkəzinə köçdürmək və orada əl altı, yəni kölə kimi işləməyə məcbur etmək. Bu da səbəb, bu da nümunələrdən birisidir. İran hökuməti bilərəkdən etniklərə, qeyri-farslara zülm edir. Saydıq neçə dənə nümunələri və minlər dənə də bundan sonra saya bilərik. Bəhsi çox uzatmaq istəmirəm. Zaten zamanımız o qədər yoxdur bunların üstə danışmağa. Uzun sözün qısası. İran hökuməti təriflərə dayalı, Sazman Miləlin yazdığı mənşura dayalı, beynəlxalq orqanların yazdıqları bəyannamələrə dayalı, açıq, rəsmi, konkret şəkildə bir rasist, bir nicatpərəst rejimdir. Aya milli hərəkət rasisti bir hərəkətdir? Aya milli hərəkət nicatpərəstanə bir hərəkətdir? Qətvən deyil. Cavabı bir dənə böyük yoxdur. Xeyr. Etniyini sevmək, millətini sevmək, kültürünü sevmək bu yanlış deyil və bu nicatpərəsti deyil. Ərz elədim, fars dilinin yetərsizliyindən dolayı bunların hamısına bir dənə ad qoyub, adın qoyub nicatpərəsti. Yəni sən gəlirsən, öz diliyin zənginliyindən danışırsansa, sənə deyirsən nicatpərəst. Əgər sən gəlirsən, kültürün zənginliyindən danışırsansa, sənə deyirsən nicatpərəstsən. Əgər gəlirsən, deyirsən ki, mənim bir tarixim var, 10.000 ildən aşkın, 12.000 il buna öncəyə qədər belə gedib zatan bir tarixim var, deyirsən nicatpərəstsən. Bilərəkdən fars dilinin yetərsizliyin qullanıb bizi məhkum edirlər. Bir halda ki, burada diqqət etmək lazım. Rasizm ya nicatpərəsti o deyildir ki, sən öz kimliyin ya öz varlığında olan bütün o zənginlikdən əl çəkəsən. Yox, rasizm o deyil. Rasizm odur ki, sən bu zənginlikləri bildikdən sonra başqasına təb'iz edəsən. Bəli, mən türkəm. Türk olaraq dilim var dünyanın öz şəxsi inancıma ən güclü dilidir. Türkəm, kimliyim var, tariximə gəldiyimdə inanıram bəlkə dünyanın birinci millətlərindəndir ki, yer üzündə yaranıblar. Türkəm, inanıram, misal üçün kültürümdə sazım var və bir musiqim var ki, bəlkə tarixə baxdığımızda birinci musiqidir ki, yaranıb, yer üzündə çalınıbdır. Bunlar mənim etiqadımdır. Buna etiqadı olmaq, sən özlüyün sevmək, bu rasizm və nicatpərəsti deyil. Amma yanlışsa aslında bizim düşmanımız, bizlə düşmanca davranan şəxslər, qurumlar və qruplar gəlirlər, bizdə bir algı yaradırlar. Bizim beynimizə bir təsvir yaradırlar, bir sima yaradırlar ki, sanki sən desən mənim dilim zəngindir, sən orada nicatpərəst. Bunu bizə yaradır, amma tərsində bunu özünə etmir. Yəni fars dilinə gələndə belə bir məsələ ortaya qoyulmur ki, özü görürsünüz, əlindən gələni edir. Əlindən gələn cəli hədislər belə yaradırlar. Peyğəmbərin, Həzrəti Məhəmmədin adına belə yazdırırlar. Uzun sözün qısası, burada bunu diqqətə almaq lazımdır. Bəhsə girdikdən öncəki aya biz rasistlik yox. Və sən kimliyini sevirsən. Və bu sevmək heç bir sorun deyil. Heç bir sorunu yoxdur. Heç. Çox da gözəl bir düşüncədir. Hə, sən bu kimliyini sevdiyindən yola çıxıb, başqasını təbizə məruz qoysan, o sorundur. O olur rasizm. Yəni bizim heç birimiz o mərhələdə deyilik. Uzun sözün qısası bu bölümdə. Vətəni sevmək, kimliyini sevmək, dilini sevmək, hüviyyətini sevmək, kültürünü sevmək, tarixini sevmək, bunların heç biri yanlış bir düşüncə deyil ki, heç, çox da gözəl bir düşüncədir. Düşmanlarımız bilərəkdən bizi məhkum edirlər ki, siz nicatpərəstsiniz, ki biz danışığımızdan, qoftumanımızdan, millətçiliyimizdən vaz keçək, deyək, hə, bəs biz nicatpərəst olsaq, gələk bu sözləri deməyək da, millətçilik eləməyək da, gələk gedək o bədilinə, gedək ayrı bir yol seçək. Düşmanımız bizi yolumuzdan caydırmaq üçün gəlir deyir, sənin düşüncən nicatpərəstanədir, bir halda ki, deyil, ki biz yolumuzdan caydırsın. Bu tablodur. Və nə yazıq ki, bəzi milli fəallar, hətta belə təşkilat səviyyəsində çalışanlar, təşkilatın üst düzeyində bəzi təşkilatların olan şəxslər də bu tora düşürlər. Yəni biz deyəndə biz nasionalistik, düşman bizə suslar yox. Desən nasionalist, desən millətçi, pəs sən yəni ırqçısan, pəs sən yəni nicatpərəstsən.
Düşman bunu deyir. Mən düşmana cavab verməkdən öncə mənə dostca davranan milli hərəkət içində şəxs düşmandan öncə düşür mənim canıma ki, gördün düşman sənə dedi nicadpərəst, bəs sən nicadpərəstsən. Bir halda ki, şəxsin özü başa düşməyib hələ ki, düşman zaten bunu deyəcək də, düşman zaten şərr atacaq, düşman zaten böhtan atacaq, düşman zaten çalışacaqdır ki, sənin kimi şəxslərin savadsızlığından qullansın, milli hərəkəti çırpsın, özümüzü özümüzlə qarşı-qarşıya gətirsin. İnsan istəmir ad aparsın, ad aparmayacağım da. Bir şəxslər vardılar, milli hərəkət içində milli təşkilat sahibidirlər güya. Və biz neçə illərdir hələ bəhsimiz sonuca çatmayıbdır ki, bu şəxsləri başa çalaq. Millətçilik nicadpərəsti deyil. Və hər zaman bəhs eləyəndə görürsünüz ki, hə, siz desəz nasionalistsiz, bizə deyirlər, baxın, siz desəz nasionalistsiz, yəni siz nicadpərəstsiz. Hə, neyniyək bə? Hə, gəlin insansevərlikdən danışaq. Ki, abala, insanın da bir kimliyi olmur, insan göbələş deyil ki, sən insan olaraq bir etnikə bağlılığın var. Uzun sözün qısası, bu bölümü istəmirəm çox, yəni bəhsimizdən bəlkə xaricə çıxmaq kimin görünsün, amma bu düşmanımızın, bizə düşmanca davrananların bizim zəifimizdən qullanmasıdır. Bəzən görürsünüz, kəlmələrin anlamını diqqətə almırıq, kəlmələri elə belə bu şəkildə kullanırıq və bunu düşman bizim əleyhimizə alıb qabağa aparır, bizim əleyhimizə olan bir savaşa çevirir. Görürsünüz, hər bir zat olduğunda ərz elədim, düşmandan öncə bunlar başlayırlar bizi suslamağa. Bir yerdə bir bayraq, bir plakart, bir zat çıxır. Düşmandan öncə görürsünüz, öz içimizdə olan savadsızlardırlar ki, başlayırlar. Bu radikalizmdir, bu radikallıqdır. Heç bilmir radikal nədir, heç bilmir radikalizm nə mənadır. Görürsünüz, bir yerdə bir şuar, bir slogan verilir. Düşmandan öncə görürsünüz, bunlar başlayırlar ki, bu şuar, bu verdiniz, ha, bu nicadpərəstidir. Heç bilmir nicad nədir, reis nədir, reisdən neşinin fərqi nədir, millətdən etnikin fərqi nədir. İllər boyu düşmanın torunda fəqət işi olur milli hərəkəti yanlışcasına, savadsızcasına çırpmaq, düşmanın toruna düşmək. Ya ayrı misallar, görürsünüz milli hərəkətdə bir zaman düşman, görürsünüz milli hərəkət nə qədər ki aktiv olur, düşmanın da fərqli içimizə atdığı bu şərlər və böhtanlar belə deyək, siyasi anlamdan çoxalır. Bizi dayandırmaq istəyir, təbii olur. O da düşman da belə davranacaqdır da. Misal, bunlardan birisi də olur ki, siz munfəilsiz. Və görürsən, düşmandan öncə içimizdə olan şəxslərdirlər ki, başlayırlar, hə, milli hərəkət munfəil olur. Bir Allah kəsən bilmir infial nədir, heç bilmir hərəkət nədir, mübarizə metodları nədir, həzinə fayda nədir, zaman sənci nədir. Nicadpərəsti bəhsinə gələndə, ırqçılıq bəhsinə gələndə də milli hərəkət lap o bəri başdan, yaranışından indiyə qədər hər zaman buna məhkum olubdur. Ki, sən nicadpərəstsən. Bir zamanlar dedilər, pan-türksən, sonralar dedilər, pan-azərisən, bir pan yapışdırdılar. Və indilər də elə davam edilir o istiqamətdə. Siz nicadpərəstsiniz, siz ırqçısınız. Və bu məsirdə, ərz elədim, içimizdə olan şəxslərdən də kullanırlar. Bəlkə biraz təkrarçılıq olsun bəzi yoldaşlara, amma burada təkrarlamağı vacibdir. Ki, bir dəfə də nicadpərəsti tərifini diqqətə alaq. Mən nicadpərəst olaram o zaman ki, özümü sevdiyimdən yola çıxaraq, öz kimliyimi sevdiyimdən yola çıxaraq, başqa bir kimliyi və milləti əzəm və o əzməyi də icraya keçirəm. Bu olur nicadpərəstdir. Milli hərəkətdə belə bir zat yox. Qətiyyən yox, kəsinliklə yox, nümunəsi belə yox. Və çünki milli hərəkət bu qədər gözəl və bu qədər şəffaf, açıq, eyni halda ki, millətçiliğin ortaya qoyur, eyni halda rasizmlə, yəni nicadpərəstlikdən fasiləsini saxlayır və illər boyu indiyə qədər gözəlcəsinə bunu başarıb, indiyə qədər gətirib çatdıra bilib və heç pürçün və heç bir irad görsətməyib, düşmən əli boş qalıb, bizi necə çırpsın? Düşman əli boş qalıb, necə sabit eləsin ki, milli hərəkət rasistdir? Düşman qalıbdır, necə sabit eləsin? Necə bu iddiasının altını doldursun ki, milli hərəkət nicadpərəstidir? Bunu doldurmaq üçün gəlir, əli hər yerdən üzülüb, gəlir bir yandan, içimizdə olan bəzi şəxsləri kullanır, savadsızcasına salır bizim canımıza. Bir ayrı yandan da
Gəlir bəzi şüarlarımızı, milli hərəkətdə bəzi verilən şüarları seçir. Deyir ki, baxın, bu şüar nicadpərəstanə şüardır. Hə. Bəs onda bütün milli hərəkət olur nicadpərəst. Çünki bu şüarı verir. Ona görə önəm daşıyır ki, bu bəhsin burasında bu şüarlara da bir toxunaq. Görək, aya rejimin dediği və milli hərəkətin içində bəzi şəxslərin dedikləri doğrumu ki, bizim bəzi şüarlarımız rasist ya nicadpərəstanə yük daşıyır, ya yanlışdır? Milli hərəkətin siz şüarlarına baxdığınızda bir çox şüar səslənilir aksiyalarımızda. Və bəlli şüarlarımız var da, yəni bol dolan şüarlar var və yenicə yaranan şüarlar da çox olur. Stadionlarda səslənilir, xiyabanlarda keçirilən aksiyalarda səslənilir, duvar yazılarımızda səslənilir. Siz bunlara bir göz atın, mən şəxsən göz atdım. Neçə zamandır uğraşıram bu məsələ ilə. Bir dənə belə sloqanımız yoxdur ki, bizim nicadpərəstanə məfhum daşısın. Bir dənəsi yoxdur. Və təbii olaraq vaxtı rejimin və düşmanlarımızın, digər düşmanlarımızın əli bu qədər boş qalır, gəlir qondarma şəkildə nicadpərəstanə yükü olmayan şüarlarımızı götürür, zorla deyir ki, bu nicadpərəstanə bir şüar idi. 2 dənə şüardan da başqa şüar yoxdur. Yəni bütün siz baxsınız söhbətlərə milli hərəkətə qarşı 2 dənə şüarı fəqət başda tutublar ki, bu 2 dənə şüar üçün verilir, milli hərəkət rasisti bir şüar, milli hərəkət, rasisti bir hərəkət. O 2 şüar hansı şüardır? 1. Türkün türkdən sonra dostu yox, biri bir şüardır. İkinci şüarda Kürt, Fars, Erməni, Azərbaycan düşməni. Bu 2 şüardır. Ki bizi illər boyudur bununla məhkum ediblər. Çünki bu 2 şüar verilir. Biz rasisti ya nicadpərəsti bir hərəkətik. Və nə yazıq ki, indiyə qədər bəlkə balaca məhfillərdə toxunmuş olar, amma yaygın şəkildə heç kəs çıxıb bunu bir dəfə açıqlamır və bir dəfə demir. Çünki desə, ola bilər ki, bir dənə örnək olsun düşmana, desin, hə, baxın, bu şəxs da ki, gəldi bunu savundu, bu da elə nicadpərəstlərin başçısıdır. Bundan hamı çəkinərək bu qonuya toxunmurlar. Heç yeri gələndə də deyirlər, hə, gələk bunu deməyək. Gələk deməyək Türkün türkdən sonra dostu yoxdur. Bu yanlış düşüncədir. Ya görürsən gəlir, hə, Fars, Kürt, Erməni, Azərbaycan düşməni şüarı yanlış düşüncədir. Yaxşı olar ki, deməyək. Bir difai mövzuya düşürük. Düşmana da bir haqq qazandırırıq, millətimizi də sustaldırıq, milli hərəkətdə sual altına aparırıq. Öz savadsızlığımızdan asılı olaraq. Bu 2 şüarın heç birisi nə nicadpərəstanə yükü var, nə də yanlış bir şüardılar. Çox da yerində yaranan gözəl bir şüardırlar. Türkün türkdən başqa dostu yox şüarını rasisti bilən şəxslər, elə milli hərəkətin içində olanlar tutun ta bizə düşmanca davrananlar. Bunu biz desək oluruq rasist. Bir təxəyyüldür deyirəm də. Məsələn, amma biz desək ki, Türk türkün düşmanıdır. Bir nəfər çıxıb deyəcək ki, siz rasisti şüar verdiniz. Yox. Biz çıxıb desək ki, Quzey Azərbaycanlılar Güney Azərbaycanlıların düşmanıdır. Bir nəfər çıxıb bizə deyəcək rasistiz. Yox. Amma deyəndə ki, Türkün türkdən başqa dostu yox, oluruq rasist. İzahına gələk. Bir dəfə də təkrarlamağı gərəkir. Sən öz kimliyini sevmək bir rasisti düşüncə ya nicadpərəsti düşüncə deyil. Sən desən, mən Türkün dili zəngin dildir, Türkün kültürü zəngin kültürdür, bu yanlış düşüncə ya nicadpərəsti deyil. Bunu bizim beynimizə soxuşdurublar ki, yanlışdır. Mən desəm, Türk yaxşı insandır, bu yanlış düşüncə deyil, bu nicadpərəsti deyil. Düşman hesabı bəlli, düşman bilərəkdən. Düşman bilir ki, bunlar yanlış deyil və şərr atır. Onda söhbət yox, o mənim düşmanım. Amma öz içində olana mən üz tutub deyirəm. Sən desən, Türk yaxşı insandır, bu nicadpərəsti deyil. Bu sən özünü sevməkdir. Əgər bu nicadpərəsti olsa, bir örnək vurum. Siz hamımız məhəllə uşaqlarıyıq. Siz küçədə görürsünüz, küçədə olan yoldaşlarınızla siz bircə olarsınız da, dost olarsınız. Yəni sizə desələr ki, dostun kimdir? Mən deyirəm, bu küçədə olanlar mənim dostumdur. Demək biz indi onlar rasist oluruq ki, demirik o biri küçə mənim dostum deyil, ya dostum deyil, dostumdur. Yəni mən o biri küçəni rasizmə
Nicatpərəstliyə məruz qoydum ki, dedim, burada olanlar mənim dostum, mən bunlarla rahatam, mən bunlarla dostam. Yəni mən öz dostlarımı təyin eləməkdə, dostumu təyin eləsəm olaram rasist? Yox. Siz desəz ki, bu cəmdə olan bu 4 nəfər mənim dostumdur, sizə heç kəs deməz rasist. Amma əcəb olur, gəlib deyəndə Türkün dostudur, onda biz oluruq rasist. Bu rasizm deyil. Tərifə dayalı rasizm deyil. Bunu dünyanın harasına getsəz desəz də, sizə deməzlər siz rasistsiniz. Amma düşmanımız gəlir, bilərəkdən bunu kullanır. Ola bilər, bəzən biraz mütaliəmizin az olduğundan kullanır və bəzi savadsız, zəif olan dostlarımızdan kullanır. Onları salır bizim canımıza ki, desin yox. Bu şuarlar yanlışdır. Bunları deməyin. Ki nə olsun? Ki mən deyəndə ki, Türkün zənginliyi var, içim üşüsün. Ay bala, mən oldum elə bir nicatpərəst. Ki mən bir zaman gəlib deyəndə Türkün nə gözəl kültürü var, deyəm ay bala, bunu deməyək. Onda oluruq elə bir nicatpərəst. Hədəf bunu əlimizdən almaqdır. O birinci şuar. İndi gələk ikinci şuara yetişək. Ki lap əsli şuarlardandır ki, milli hərəkətə qarşı kullanılır. Kürt, Fars, ya Rus, Fars, Erməni, Azərbaycan düşməni. Bu şuardır. Bəzən də yəni əvvəldə belə yaranıb, sonra amma son zamanlarda bütün Türkün düşmanı ikinci misrəyi olarak kullanılır. Şuar budur. Bu rasisti şuar deyə yox. Buna bir göz ataq. Bəli. Əgər mən desəm Türk, Rus, Fars, Erməninin düşmənidir, o olar rasizm. Bəli. Amma aya bu şuar onu deyir? Yox. Aya bir yer var ki, biz demiş olaq. Milli hərəkət olaraq ki, biz milli hərəkət, biz Türklər Kürdlərin düşmanıyıq. Harda belə yazılıb? Harda yazılıb? Bir dənə bir cümlə gətirilsin ki, biz Türklər Farsların düşmanıyıq. Bir dənə sənət gətirilməz ortaya. Əgər bunu biz desək, bu nicatpərəstdir. Amma biz bunu demirik axı. Ona görə üçün düşmən əli boşdur. Gəlib bizim şuarımızı elə yansıdır, sanki biz onu demişik. Şuarımız budur. A dünya, ay cahan, ay beynəlmiləl, Fars, Kürt, Ermənidir mənlə düşmanca davranan. Mən ona düşmən deyirəm ki, odur mənlə düşmanca davranan. Bir nümunə deyək. Sizin bir yerdə yeriyirsiniz, bir məhəlləz var, məhəllədə yeriyirsiniz, bir şəxs da var o məhəllədə. Siz hər dəfə o kütlədən rədd olanda o şəxs sizə yaxınlaşır, sizə hücuma keçir və sizi kötəkləyir, sizi vurur. Bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə. 6-cı dəfə siz o şəxs yaxınlaşanda sizə neynərsiniz? Yenə də getməlisiniz ki, sifətinə. Çıxıb gedərsiniz ayrı yerə. Elə deyil, bəli. Bu şəxs ki, sizə dəfələrcə hücuma keçib, ondan uzaq gəzərsiniz, bəli. Ancaq siz ətrafyanıza, kənarınızda olanlara, uşağınıza, xanımıza, hər kəsə, böyle kənarınızda olan tanışlarınıza deyərsiniz ki, bundan uzaq durun, bu elə biraz bizdən müşkili vardır. Deyərsiniz, bəli. Bax, bunları siz deyəndə heç kəs sizə demir ki, siz rasistsiniz. Heç kəs sizə demir ki, siz nicatpərəstsiniz, bu şəxsə qarşı siz düşmanca davranırsınız. Sizə heç kəs bunu deməz. Niyə? Çünki siz deyirsiniz, bu hər dəfə mənə gəlib hücuma keçib, mən də bundan uzaq gələcəm. Çünki bu mənə düşmanca davranır. Bunu heç kəs deməz rasistsiz. Amma biz gəlib deyəndə sənədlərə, tariximizə, keçmişimizə baxaraq ki, Fars əli ilə yaradılan ərteş, ki, Kürt əli ilə yaradılan ərteş, ki, Erməni əli ilə yaradılan ərteş keçən 100-200 il içində əlinə düşdüyü zaman dəfələrcə hücuma keçib bu məntəqədə, özəlliklə Güney Azərbaycanda olan şəxsləri qırğına məruz qoyub, qırıb, soyqırım edib, mən bunu deyirəm, bildik bu hər dəfə əlinə keçəndə bizim başımıza bu toy tutub, biraz uzaq gəzək. Ya dünya bilin, bunlar bizə düşmanca davranırlar. Bunlar bizlə düşmanca davranırlar. Biz bunlarla yox. Bunlardırlar hər zaman əllərində güc keçəndə bizi həmlə edib, hücuma keçib, bizi soyqırıma məruz qalıblar. Keçin 100 il, 200 il, 500 il. Tariximizi araşdırın. Nə zaman bizlər Türk olaraq bir kökə, bir etnikə baskı yapıb, onu etnik olaraq soyqırıma məruz qoymuşuq, bir nümunəsi belə yoxdur. Deməli bu nicatpərəstlik deyil.
bizim beynimizdə bunu yaratmaq istəyirlər ki, biz bunu desək, üşüyək, vay dədə deməyin bunu, nicatpərəst oluruq. Yox, nicatpərəsti deyil. Bu bir gerçək vaqiyyəti ortaya qoymaqdır. Bizlər bu millətlər tərəfindən ümumiyyətlə soyqırımlara, baskılara, hücumlara məruz qalan biriləriyik və doğal olaraq, haqlı olaraq bunu dilimizə gətiririk. Deyirik də, bunlar bizə düşmanca davranıblar. Uzun sözün qısası. Hala bu şuardan bəhs etdik. İki şuarda milli hərəkəti susdayırlar. Biri Türk'ün Türk'dən başqa dostu yox, anlatdıq. İkincisi də bu. Bu şuar, yəni Kürt, Fars, Erməni, Azərbaycan düşməni ya Türk'ün düşməni nə tənha rasisti bir şuar deyil, nə tək nicatpərəsti bir şuarı deyil ki, tamamilə tarixə dayalı yaradılan bir şuar, gerçək və heç bir mənfi yükü olmayan şuardır. Zamanımız, yəni mən zamana diqqət etmədiyim üçün bir saatımız da dolub, mən üzr istəyirəm, bəhs biraz uzun olduğu üçün, onun üçün yekunlaşdırıram. Yəni qonu bir qonudur ki, bunu gerçəkdən uzun zaman idi, şəxs olaraq, həm elə təşkilat olaraq istəyirdik danışaq və yayaq. Və bunu danışmağı da əminəm ki, görəcəksiniz də ki, bizim əleyhimizə olan bir çox hücumlara səbəb olacaqdır. Yəni deyəcəklər, görün, baxın, bunlar rasistlər nədirlər. Təbii, düşman bunu eləyəcək. Bizcə düşmanca davranan əlindən eləyəcək də, o bizə düşmanca davranır da. Yəni savaşda halva paylamazlar. Savaşda elə bunlar olur. Yəni savaşda sənə qarşı hər bir vəsiləni kullanarlar. Doğru ola da, yanlış ola da. Əsas amma məsələ öz içimizdə olan bu bəhsi yekunlaşdırıb bir dəfə diqqətdən keçirməkdir ki, düşman bizə şərratmağı bir tərəf, amma düşman gəlib yanlışsa yoldaşlarımızdan kullanmağı o da ayrı tərəf. Yəni bunu özümüz öz içimizdə bilməliyik ki, biz rasist ya nicatpərəst deyilik. Yekun, biz bildik İran hökuməti tərifə dayalı nicatpərəst və rasisti bir hökumətdir. Bəşər haqlarının, yəni Sazman Miləlin verdiyi mənşura dayalı. Milli hərəkətdə nicatpərəsti bir hərəkət deyil, rasisti bir hərəkət deyil. Ərz elədim, bütün tariximizi şoxumlasalar 2 dənə şuara gəlib yetişib çatıblar. O ikisini də biz ələ aldıq, danışdıq. Onlar da rasisti bir şuar deyirlər. Deməli, milli hərəkət çox təmizcəsinə olan bir nasyonalist, bir milli düşüncəyə sahib olan bir hərəkət və tamamilə ırqçılıq və nicatpərəstlik parametrlərindən uzaq olan bir hərəkətdir. Görəsən, bu qədər ki, biz özümüzdə, bu qədər birbirimizlə davalaşırıq, bu qədər biz öz içimizdə birbirimizlə boğuşuruq, bəhsə keçirik, öz içimizdə bütün işlərimizi sual-sorğu altına aparırıq. Görürsən, farslar öz içlərində belədir. Siz bir dənə fars tapa bilirsiniz. Fars mediasına mənsub, fars siyasi təşkilatlarına mənsub olanları tapa bilirsiniz ki, qəbul eləsin ki, bizim haqqımız var ki, deyək, ən azı deyək, Güney Azərbaycan müstəqil olmalıdır. Bu haqqı bizə deməyinə bizi qəbul edən bir siyasi təşkilata mənsub olan birisi var. Bir Kürt təşkilatına, boş bir təşkilat, adi insanı var ki, çıxsın öz mediasında, ya burada mən deyirəm, lütfən varsa mənə göndərin, mən gəlib elə burada üzr istərəm. Vardı belə bir şəxs, Kürt siyasi təşkilatlarına bağlı olan, yaxud elə adi bir insan olan ki, çıxat ya, mən Kürt olaraq inanıram, Soyuqbulaq, Muhabbət Azərbaycanın bir parçasıdır. Vardı birisi çıxsın desin, Sulduz Azərbaycanın bir parçasıdır. Boş ver hələ Urmiyezadı. Yoxdur. Amma vardı bizim içimizdə insanlar ki, düşmandan öncə başlayıb məni suslayarlar, milli hərəkətə mənsub olan şəxsləri suslayarlar, milli hərəkəti suslayarlar ki, milli hərəkət radikaldır, milli hərəkət qeyri-mədənidir, milli hərəkət nicatpərəstdir, milli hərəkət ırqçıldır. Vardı belə türklərin içində minlər dənə var. Nə yazıq ki. Və bu da bizim böyük dərdlərimizdən birisidir ki, türk olaraq aşırı şəkildə yaxçılıqlara malik olaraq bəzən yanlışcasına liberalizmi, azad düşüncəyə sahib olmaq haqqını sadə lohanə gəlib düşmana yem olmaqla tərs tuturuq. Və düşman da bundan faydalanır. Əziz və hörmətli soydaşlar, vətəndaşlar, mənim səsimi hər bir media vasitəsilə dinləyənlər.
Çox üzrlü hesab edin, təkrar üzr istəyirəm zaman çox olduğu üçün. Bəlkə bəzi bölümləri biraz yəni qonudan çıxdı eşiyə bəlkə bəzi yerlərdə o qədər yekun ola bilmədi. Çünki qonu çox böyük və geniş bir qonudur. Ancaq uzun sözün qısası. Suallarımıza gəldiyimizdə və konferansın ya danışığın başında təyin olunan suallara gəldiyimizdə İranda nicat var. İran rejimi tamamilə nicat bir rejimdir. İran rejimi qeyri-farslara ümumiyyətlə türklərə özəlliklə nicat davranır. Qanunları da bu əsasda yazılıbdır. Ancaq milli hərəkətə gəldiyimizdə bizə düşmanca davrananlar İran hökuməti olsun, Kürt terörist qrupları olsun, mərkəziyyətə bağlı olan Fars opozisiyonu olsun, milli hərəkətə gəldiyimizdə bizi suslayırlar ki, siz nicatpərəstsiz, danışdıq. Konkret şəkildə qətiyyən milli hərəkət nicatpərəstanə bir hərəkət deyil. Və çox annucalıqla bunu da deyə bilərik ki, indiyəcək tutumlarımızın heç biri hətta nicatpərəstanə kateqorisində belə yerləşdirilə bilməz. Yəni, əgər ayrı millətlərə biz onlarla nümunə tapa bilsək də, milli hərəkətə gəldiyimizdə belə bir nümunələr ortada yoxdur. Başımızı uza tutub və dimdik yolumuza davam verməliyik.